Qafqazdakı seysmik aktivlikdən Ermənistanın ardınca Gürcüstan, son olaraq da Azərbaycan təsirləndi. Bir-birinin ardınca baş verən, lakin dağıdıcı gücdə olmayan zəlzələlərdən danışırıq. Öncə Ermənistanın Spitak şəhərində martın 8-də yerli vaxtla 9:26-da 4,6 magnitudalı zəlzələ baş verdi ki, bu Türkiyənin Qars şəhərində, eləcə də Gürcüstanda hiss edildi. Digər mənbələr isə yeraltı təkanların Lori, Tavuş və Şırak rayonlarında 4,6, Kotyak, Geqarkunik və digər ətraf ərazilərdə isə 2-4 bal gücündə hiss edildiyini yazıb. Dağıntı və tələfat barədə məlumat yoxdur. Gürcüstanda isə zəlzələ dünən ard-arda 2 dəfə baş verib. Ölkənin Milli Seysmoloji Monitorinq Mərkəzinin verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla 15:28-də qeydə alınıb. Zəlzələnin epicentri Tbilisidən 63 km aralıda, Tianeti vilayətindən bir qədər kənarda yerləşib. İlk təkanlar isə dünən səhər saatlarında müşahidə edilib. Qafqazda seysmik aktivlik Azərbaycandan da yan keçməyib. İsmayılıda və Cənub bölgəsində yardımlı və lerikdə yeraltı təkanlar hiss edilib. Yardımlı stansiyasından 11 km cənub-qərbdə Lerik rayonunda qeydə alınan zəlzələ episentrdə 4, yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub. Lerik rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə rayonda dağıntı və tələfat və ya hər hansı bir narahatlıq qeydə alınmayıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə zəlzələ bugün səhər saat 7:49 radələrində baş verib. Bəs Qafqaz bölgəsi üzrə bu aktivlik davam edəcəkmi və ümumilikdə narahatlığa hər hansı bir əsas varmı? Son vaxtlar bilirsiniz ki, bir aydan çoxdur Türkiyədə dalbadal deməli Egey dənizində zəlzələlər baş verir. Eləcə də hətta orada magnitudası bir neçə zəlzələnin 5-5-dən artıq olmağı da qeydə alınmışdı. Eləcə də İranda baş verən bu yaxın günlərdə Ermənistanda, Gürcüstanda, ümumiyyətlə bütöv Qafqazda, bizim Xəzər dənizində, digər deməli ərazilərdə baş verən zəlzələlər elə bil ki, ilin əvvəli həmişə müəyyən deməli o günəş hətta partlayışları ki olmuşdu bu qasırğalar, elə bil ki, deməli yer daxili canlanma baş vermişdi indi. Hətta bu günləri bir neçə gün öncə də Yaponiyada, Meksikada magnitudaları 5-dən yuxarı olan o təkanlar ki olub, o necə deyərlər, ərazilər, o subduksiya zonalar olduğuna görə daha güclü zəlzələlər deməli o baş vermişdi. Bizim elə ərazini götürdük. Bugün səhər bir sutka ərzində dünəndən deməli saat 9-dan bugün səhər 9-a qədər 80-dən çox deməli yeraltı təkanlar olmuşdu. Xidmət rəhbəri həmçinin qeyd edib ki, bu yüngül təkanlardır və Respublikanın hər hansı bir bölgəsində fəlakət dərəcəli zəlzələ gözlənilmir. Nərmin Kəriməyub, Türkəy Şahin İlhamoğlu, ASTV Xəbər.